Bayram süfrənizə qoya biləcəyiniz gözəl görünüşlü, həm də ki dadlı peçenyalar hazırladım. 100 qram yumşaq çörək yağının üzərinə 2 ədəd yumurta, birinin ağını ayırıb saxlayıram. 100 qram şəkər tozu, 1 simdik duz, 1 çay qaşığı darçın, yarım çay qaşığı soda, 2 yemək qaşığı bal əlavə edirəm. Bunların hamısını yaxşıca qarışdırıram. İçərisinə 3 stəkan un əlavə edib xəmiri yoğururam. Xəmir artıq hazırdır. Xəmiri 2 hissəyə bölürəm, rahatlıq olsun deyə yağlı kağızın üzərində yayıram. Bu şəkildə yaydıqdan sonra yolka fiquru ilə kəsirəm. Kənarından çıxan artıq hissələri birləşdirirəm, yenidən yayacam. 170 dərəcə qızdırdığım sobaya qoyuram, bişməyə tez bişir, nəzarətlə bişirin. Üzərinin aysingini hazırlayıram. 1 stəkan şəkər pudrasını ələyirəm. İçərisində saxladığım 1 ədəd yumurtanın ağını əlavə edirəm. 1 çay qaşığı limon suyu əlavə edib mikserlə qarışdırıram. Aysingin qatlığını şəkər pudrası ilə ayarlaya bilərsiniz. Keçirəm peçenyaların bəzədilməsinə, öz zövqümə uyğun bəzəyirəm. Əgər istəsəniz, aysingin içərisinə qida boyası da əlavə edib rəngli edə bilərsiniz. Budur, artıq çox gözəl görünüşlü darçınlı peçenyalarımız hazırdır. Buyurun siz də hazırlayın, nuş olsun.